Salam dostlar, Telman Live kanalına xoş gəldiniz. Bugün sizlərlə bir yerdə yeni bir video ilə qarşınızdayım. Dostlar, bugün sizlə 5 voltluq voltaj regulatoru hazırlayacağıq. Demək, bu regulator 5 voltdan yuxarı voltajları, hardasa 20 volta yaxın voltajları 5 volta sabitləyəcək. Çox asan üsulla hazırlayacağım. Vaxt itirmədən keçək regulatorun hazırlanmasına. İlk öncə multimetrimizi götürürük. Mənim burada 12 voltluq sabit adapterim var. Multimetri 12 voltdan yuxarı voltaj, yəni 20 volta daha dəqiq ölçmək üçün qoyuram. Dönüşkən son qənədimiz müsbət giriş, orta qənədimiz mənfi giriş, birinci qənədimiz isə müsbət çıxışımız olacaq. Orta qənədi həm tranzistora bağlayırıq, həm də güc çəkəcəyimiz işlədicimizə. Dostlar, indi isə bağlamaları gerçəkləşdirək. Dediyimiz kimi son qənədimiz bizim müsbət girişimizə bağlanır. Orta qənədimiz mənfiyə və bu qədər. İndi isə multimetrimizdən voltajı ölçək görək, 5 volt verir. Tranzistorumuzdan aldığımız çıxışı ölçək. Yenə multimetri 20 volta qoyuruq. 20 volta qoyarkən tranzistorumuzu sabitləmək üçün bir lent istifadə edəcəm. İndi birinci adapterimizin çıxışını ölçək. Gördüyünüz kimi 14.20. İndi isə tranzistorumuzdan birbaş çıxışı ölçək. Burada müsbəti tranzistorumuzun çıxışından, mənfini isə istərsək adapterin çıxışından ala bilərik, istərsək də tranzistora giriş etdiyimiz yerdən. Gördüyünüz kimi 5.1 volt var tranzistorumuzun çıxışı. İstərsəniz buna bir kondensator da bağlayıb daha sabit volt ala bilərik. İndi isə onu yoxlayaq. Dostlar, əlimizdə iki kondensator var. Biri 25 volt 1000 mikrofarad, biri isə 16 volt 470 mikrofarad. Demək, 25 voltu adapterimizin çıxışına, 16 voltu isə tranzistorumuzun çıxışına bağlayırıq. Dostlar, gördüyünüz kimi bağladıq. Burada kondensatorun üzərində bu ağ lent mənfi qütbü göstərir. Mənfi qütbə müsbətlə müsbətə bağladıq. Tranzistorumuzda da yenə mənfini mənfiyə, müsbəti müsbətə gələcək şəkildə bağladıq. İndi isə yenə çıxışımızı ölçək görək, çıxışımızda bir dəyişiklik olubmu? Xeyr, yenə 5 voltumuz sabit gəlir. Yəni o dalğalanmanı biz multimetrdən görməmiz mümkün deyil. Onun üçün osiloskoplar var. Osiloskopla o dalğalanmaları necə aradan qalxdığını görə bilərik. Amma mənim də osiloskopum olmadığı üçün bunu görə bilməyəcək. İstərsəniz bir tranzistorun çıxışından bir led yandırmağı yoxlayaq görək. Ledimizi yandıra biləcək.
qırmızı ledimizi mənfi və yaxud da müsbət ayağı fərq etməyəcək şəkildə bir dirənc bağlayırıq. Mənim bağladığım dirənc 100 ohmdur. Siz 300 ohma qədər istənilən dirənci bağlaya bilərsiniz. İndi isə ledimizin mənfisini mənfiyə, müsbətini müsbətə gələcək şəkildə tranzistorumuzun çıxışına bağlayırıq. Gördüyünüz kimi ledimizi asanlıqla yandırdım. Belə dostlar, videomuz sona çatdı. Videomuzu bəyəndirsiniz, bəyənməyi, mənim kanalıma hələ də abunə deyilsə abunə olmağı unutmayın. Belə videoların davamı gəlməsi üçün də yorumlarda yazıb bildirə bilərsiniz. Sağ olun.